Hər vaxtınız xeyir. Bugün sizlərlə çox maraqlı, hətta biraz təxribatçı bir mətni təhlil edəcəyik. Söhbət doktor Əsəd Tağzadənin İranın milli kimliyinə dair alternativ bir baxışından gedir. Gəlin görək, bu mətin bizə nə deyir? Ümumiyyətlə, milli tarix necə yaranır? Öz-özünə, təbii bir proseslə, yoxsa kimsə onu bilərəkdən bir məqsədlə yarada bilər? Baxın, bugün təhlil etdiyimiz mənbə iddia edir ki, müasir İran üçün cavab məhz ikincisidir. Yəni, bu düşünülmüş bir müstəmləkə layihəsinin bir parçasıdır. Gəlin bu çox ciddi iddiaya daha dərindən nəzər salaq. Deməli, müəllifin arqumentini addım-addım 6 hissədə incələyəcəyik. İlk olaraq mətndəki əsas metaforadan, yəni maskalı qruplardan başlayacağıq. Müəllif işə elə bir iddia ilə başlayır ki, deyir ki, İranı əslində iki maskalı qrup idarə edir və ən əsası bu qrupların hər ikisi xarici, yəni müstəmləkəçi maraqlara xidmət edir. Yaxşı, bəs bu qruplar kimlərdir? Baxın, müəllifə görə biri paniranist, yəni vətənpərvərlik maskası taxıb, digəri isə panşiyyəçilik, yəni din maskası. Amma müəllif dərhal qeyd edir ki, biz bu dəfə daha çox birincisinə, yəni o paniranist qrupa fokuslanacağıq. Deməli, gəlib çıxdıq mətnin ən can alıcı nöqtəsinə. Müəllifin əsas tezi budur ki, bugün bildiyimiz müasir panfarsizm və onun bizə təqdim etdiyi tarix heç də təbii bir prosesin nəticəsi deyil. Yox, tam əksinə. Mətndə deyilir ki, bu sanki bir mühəndislik işidir, konkret məqsədlər üçün müəyyən adamlar tərəfindən sıfırdan qurulmuş, yəni süni bir kimlikdir. Yaxşı. Bəs bu mühəndislər, bu memarlar kimlərdir? Müəllif birbaşa barmağı ilə göstərir. Britaniyanın məşhur Ost-Hind şirkəti və onun yüksək rütbəli zabitləri. Və burada söhbət adi bir ticarət şirkətindən getmir. Qətiyyən, müəllifin təsvirinə görə bu şirkət zamanla dünyanın ən böyük narkotik və qul alveri ilə məşğul olan bir mafiyaya çevrilib. Hətta Britaniya hökumətindən belə daha güclü bir qüvvəyə. Və bu qüvvə İran kimliyinin yaradılmasına külli miqdarda pul yatırıb. İndi isə gəlin baxaq, bu proses necə baş verib. Mətn bizə konkret bir zaman xətti, bir ardıcıllıq təqdim edir. İddiaya görə bu yeni tarix mərhələ-mərhələ, məqsədli şəkildə qurulub. Və bu prosesin mərkəzində bir ad xüsusilə seçilir. Sir John Malcolm. Mətnə görə o, Osin şirkətinin rəhbəri kimi bu layihənin, necə deyərlər, xaç atası olub. Tirek ticarətindən gələn böyük pulları məhz bu yeni tarixi yazmağa və Şahnamə kimi əsərləri tarixi sənət kimi təqdim etməyə xərcləyib. Amma təbii ki, Malcolm tək deyildi. Müəllif iddia edir ki, bu böyük bir komanda işi idi. Hakimindən tutmuş komandasına, fransız diplomatından tutmuş Hindistandakı yerli tərəfdaşlarına qədər. Hamısı bu böyük layihənin bir parçası idi. Yaxşı, burada məntiqli bir sual yaranır, elə deyilmi? Bütün bu əziyyət, bu qədər xərc. Nəyə görə? Niyə kimsə bütöv bir xalq üçün yeni bir tarix yazmaq istəsin ki? Müəllif məhz bu suala da cavab verir. Baxın, müəllifə görə məsələ fars dilinin özünü dəyişdirmək idi. Yəni, müstəmləkədən əvvəlki fars dili daha çox şeir, ədəbiyyat dili idi, qonşularla körpü rolunu oynayırdı. Amma yeni, mühəndislik edilmiş fars dilinin içinə ari irqçiliyi qatıldı və onun əsas məqsədi türklərə və ərəblərə qarşı düşmənçilik yaratmaq oldu. Yəni, strategiya çox aydın idi. 1. Düşmən kimlik yarat, parçala. 2. Bölgədə müstəmləkəçiliyə ən çox müqavimət göstərən türk güclərini zəiflət. 3. Enerji resursları ilə zəngin olan bu bölgədə birliyin qarşısını al ki, sənə qarşı çıxa bilməsinlər. Və 4. Bütün bu münaqişəni davam etdirmək üçün ifrat millətçilik və siyasi dindən bir alət kimi istifadə et. Yaxşı, bura qədər tarix idi. İndi isə gəlin görək, müəllif bütün bu layihənin bugünümüzə olan təsirləri, yəni miras haqqında nə deyir? Məsələ burada daha da qloballaşır. Müəllifə görə, müstəmləkələrdən gələn o inanılmaz sərvət heç də Britaniya xalqının cibinə getmirdi. Yox, bu pullar o şirkətlərə sahib olan kiçik bir elitanın əlində cəmləşirdi. Və bu sərvət onlara qərb hökumətlərini belə idarə etmək gücü verdi. Nəticədə isə, müəllifin dili ilə desək, bir dərin dövlət və ya xüsusi bir müstəmləkə şəbəkəsi yarandı. Və bu şəbəkədən mənfiət götürənlər o qədər azdır ki, müəllifin iddiasına görə, qərb əhalisinin 0,1%-dən də az. Yəni, bu mətndə irəli sürülən fikrə görə,
istismar edilən təkcə şərq xalqları deyil, qərb xalqlarının da mütləq əksəriyyətidir. Burada müəllif çox maraqlı bir vizual detala diqqət çəkir. Deyir ki, Amerika Birləşmiş Ştatlarının bayrağına baxın, bir də Britaniya Os-Hind şirkətinin bayrağına. Oxşarlıq təsadüfdürmü? Yoxsa bu, köhnə müstəmləkə gücündən müasir super gücə bir hakimiyyət ötürülməsinin simvoludur. Və beləcə, müəllif bütün bu tarixi hekayəni günümüzə gətirib çıxarır. Deyir ki, bu şəbəkə bugün də neokolonializm adı altında fəaliyyət göstərir. Ölkələri borclu idarə edir, türk xalqlarını hələ də əsas maneə kimi görür. Və ironik olan da budur ki, vaxtilə bu müstəmləkə layihəsinin İrandakı varisləri indi özlərini ən böyük vətənpərvər kimi təqdim edirlər. Beləliklə, bütün bu təhlil, bütün bu iddialar bizi yekun bir suala gətirib çıxarır. Müəllifin oxucuya ünvanladığı son və bəlkə də ən təxribatçı suala. Və sual belədir. Niyə 5 şilinqə görə adam öldürən bir mafiya və müstəmləkə şirkəti fars dilinə və onun mühəndisliyinə bu qədər böyük pullar və zəhmət sərf edir? Müəllif bizdən soruşur. Biz bu əməliyyatın dərinliyini və bu şəbəkənin əsl məqsədlərini həqiqətən anlayırıqmı? Bax, bu, üzərində düşünməli olduğumuz bir sualdır. Qəbul etdiyimiz tarixin bəlkə də heç bilmədiyimiz tərəfləri ola bilər.